Hər birinizi salamlayıram əziz uşaqlar. Bugün biz sizinlə məsələlər və misallar mövzusu üzrə tapşırıqları yerinə yetirəcəyik. Gəlin vaxt itirmədən keçid alaq mövzumuza. İlk öncə hesablayın hissəsi ilə başlayırıq. Gəlin misallarımızı hesablayaq. 151-in üzərinə 24 gələndə 175 edir. 548 ilə 138'i toplayırıq. 8 ilə 8 16, 6 yazırıq. 1 yadda. 4, 3 və 1 8, 5 ilə 2 7, 786. 103 ilə 742'ni toplayaq. 5, 4 və 8. Nəticədə 845 alınır. 62'nin üzərinə 81 gələndə yine 1'i toplayırıq 3, 6 ilə 8, 14. Nəticədə 143. 641'in üzərinə 317 gəlirik. 1'in üstünə 7, 8, 4'ün üstünə 1, 5, 6 üstünə 3 gəndə 9. Nəticə cavab 958 edir. 185 ilə 9'u toplayanda isə uşaqlar 5 ilə 9'u toplayırıq 14, 4 yazırıq 1 yadda. 1 üzərinə 8, 9 və 1 cavab eləyir 194. 16 ilə 108'in cəmini tapaq. 6 üzərinə 8 gələndə 14, 4 yazırıq 1 yadda. 1 onluğumuzun üzərinə 1 gəlir 2 və 1 124. 875 üstə gəl 41. 5 üstünə 1 gələndə 6, 7 ilə 8 toplayırıq 11, 1 yazırıq. 1 yadda. 1 üzərinə 8 gələndə isə 9 necə 916. 468 üzərinə gəlsə 7. 8'den 7 gələndə 15, 5 yazırıq 1 yadda. 1'in altını toplayanda 7 və 4, 475. 542'nin üzərinə 65 gəlirik. 2 ilə 5'i toplayırıq 7. 4'ün üstünə 6 gələndə 10, 0 yazırıq 1 yadda. 1'in üzərinə 5 gələndə 6 neçə cavab 1, 607. 509'un üzərinə 436 gəlirik. 9'un üstünə 6 gələndə 15, 5 yazırıq 1 yadda. 1'lə 3'ü toplayırıq 4, 5 üstünə 4 gələndə 9. Neçə cavabımız 945. 683 146 gələk. 306 gələndə 9, 804 gələndə 12, 2 yazırıq 1 yadda. 6 ilə 1'i toplayırıq 7, 7 üzrə 1 gəlir 8, nəticə cavabı 829. Cəmi tapın, toplama əməlinin bir neçəsini doxunda təsvir edin. Gəlin 142'nin üzərinə 6 gələk. Nəticə cavab edir 148. 235 ilə 12'ni toplayaq. 5 üstünə 2 gələndə 7, 3 üstünə 1 gələndə 4 və 2, 247. 158'in üzərinə 134 gəlirik. 8'den 4 gələndə 12, 2 yazırıq 1 yadda. 1'in üstünə 5, 6, 6'nın üstünə 3 gələndə 9. 1 üstünə 1, 2, nəticə cavabı 292. 470 üzərinə 42 gəlirik. 3 üstünə 2 gələndə 5. 7 üstünə 4 gələndə 11, 1 yazırıq 1 yadda. 1 üstünə 4 gələndə 5 eləyir 515. 391 ilə 253'ün cəmini tapaq. 1 üstünə 3 gələk 4, 9 üstünə 5 gələndə 14, 4 yazırıq 1 yadda. 3 üstünə 2 gələndə 5, 1 də yadda 644. 575 ilə 333'ü toplayırıq. 5 üstünə 3 gələndə 8, 7 üstünə 3 gələndə 10, 0 yazırıq 1 yadda. 5, 3 və 1'i toplayanda isə cavab verir 9. Nəticə 908. Uyğun ədədin tapılması. A'ya baxırıq. 324 və 125 ədədlərinin cəmindən 122 vahid böyük olan ədəd. İlk öncə 324 ilə 125'i toplayırıq. Cavab eləyir 449. 449'dan
122 vahid böyük olan ədəd deyəndə 449-un üzərinə 22 gəlirik. Nəticədə cavabımız eləyir 571. B variantında isə bizə deyir ki, 348 ədədindən 223 vahid böyük olan ədədlə 74-ün cəmi. İlk öncə biz 348-dən 223 vahid böyük olan ədədi tapırıq. Nəticədə ədədimiz eləyir 571 və 571 ilə 74-ü toplayırıq. Cavabımız neçə eləyir uşaqlar? 645 eləyir. Son olaraq C variantında isə bizə deyir ki, 95 ədədi ilə 42-dən 251 vahid böyük olan ədədin cəmini tap. Gəlin ilk öncə 42-dən 251 vahid böyük olan ədədi tapaq. Bu 293'tür və 95 ilə də 293'ün cəmini tapırıq. 8, 9-dan 9, 18, 8 yazıram 1 yadda. 1'in üzərinə 2 gələndə 3 edir. Nəticədə cavab odur 388. Hesablayın və ulduz yerinə müqayisə işarələrinə uyğun olanı müəyyən edin. Gəlin hesablamalarımızı aparaq və uyğun olan işarəni qeyd eləyək. Birinci cavabı 637 eləyir. 318 ilə 216'nı toplayanda isə dostlar cavabımız 534 edir. Nəticədə 637 böyükdür. 274 ilə 282'ni toplayırıq. 6, 7'nin isə 5 1 yadda. Burada isə 5 556 və 89'un üzərinə 507 gəlirik. 6, 9, 5, 596. Son olaraq isə 456 ilə 325'i toplayırıq. 781 eləyir. 223 ilə 559'u toplayanda isə uşaqlar 782 eləyir. Nəticədə 782 böyükdür 781'dən. 5-ci məsələyə baxırıq. Şəkildə zooparkın planı verilmişdir. Uşaqlar şillərin qəfəsinin yanından əvvəlcə qartalların, oradan da akvariumların yanına getmək istədilər. Bunun üçün onlar cəmi neçə metr yol getdilər? Deməli, uşaqlar şillərin qəfəsinin yanından əvvəlcə hara getdilər? Qartalların, oradan isə akvariumların yanına getdilər. Deməli, 123 getdilər. Üzərinə də 214 gələk. Çünki uşaqlar şillərin yanından qartalların yanına, oradan isə 214 metr məsafə gediblər. Nəticədə uşaqlar 137 metr yol getdilər. Atası Lalə və qardaşına velosiped almaq üçün 275 manat xərcləməyi nəzərdə tutmuşdu. Bu məbləğ uşaqların seçdikləri velosipedi almağa çatarmı? Gəlin uşaqların seçdikləri velosipedlərin cəmi nə qədər pul edəcəyini tapaq. Lalə 105, qardaşı isə 156 manatlıq velosiped seçdi. Nəticədə 261 manat pul bizə bəs eləyir. Bizim də nə qədər pulumuz var dostlar? 175 manatımız var. Beləliklə, bəli, pulumuz çatır. Son olaraq isə axırıncı məsələyə baxırıq. Yük maşını sentyabr ayında 367, oktyabr ayında isə bundan 52 litr çox yanacaq işlətdi. Yük maşını 2 ayda cəmi neçə litr yanacaq işlətdi? İlk öncə gəlin oktyabr ayında işlənmiş yanacağı tapaq. 9, 1, 4, 419 litr. Daha sonra isə biz 367 ilə 419 toplayırıq ki, cəmi nə qədər işləndiyini tapaq. 786 litr yanacaq nə olub? Uşaqlar işlənib. Bugünkü mövzumuz bura qədərdir. Sizinlə sağollaşıram. Yeni dərslərdə görüşənədək. Sağ olun, salamat qalın.